Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Akşin, insan psixologiyası metodisti. Ümumən, həyat fəaliyyəti boyunca bəzi insanlar olur ki, daima hər şeydən gileylənən, şikayət olunan və bunların pis günündə hər kəsin bunların yanına qaçmasını istəyirlər. Amma qarşı tərəfdən kimsənin səhhəti yaxud hər hansı bir maddi, mənəvi pis olduğu təqdirdə bunlar elə bir yox olurlar ki, tarix boyu belə bir adam doğulmayıb. Və nəticə etibarilə də bu tip insanların mənəvi, belə deyək, hal, vəziyyət, müsbət cəhətlərini, Lorel isə müsbət aurasını əmib məhv eləyəndən sonra başlayırlar ki, bunların yeni bir artıq iç yüzlərini görülən təqdirdə ki, görürsən ki, bu səndən ancaq işi düşəndə gəlir. Ya maddi, ya mənəvi qarışıq. Və nəticə etibarilə də uzaqlaşmağa və sifət olunmağa doğru da desək, belə ki, tez-tez təkrarlanan belə bir ifadə, trip atmaq faktoru ortaya çıxır. Artıq belə deyək, görməməzlik şeylər, yəni niyə beləsən, sən niyə beləsən? Bəs sənin ucbatından o da gördü ki, sən ondan həqiqətən istifadə etsən, də uzaqlaşdı. Hə, mən səndən istifadə edirəm 1, 2, 3, adama deyərlər sırtıq sanmısan. Bilirsiniz, hər zaman çalışın bu tipdə olan insanları ilk sezdiyiniz halda uzaqlaşın. Maddi, xüsusən mənəvi olaraq halınızı, belə deyək,